Adında G hərfi olan insanlar gücün və məqsədin frekansını daşıyır. Bu enerji sanki insanı həm yerə bağlayır, həm də ucaldır. Bu səbəbdən bu insanlar yola çıxanda geri dönməzlər. G insanı çalışqan, məqsədyönlü, etibarlı və ağıllıdır. Onlar çətinliyi sevməsələr də üzərinə getməyi bacarırlar. Ətrafında hörmət qazanan insan olurlar. Bəzən həddən artıq ciddi olur, özünü tək hiss edir. Emosiyalarını gizlədərək başqalarına uzaqlaşdırır. Həmçinin özünə qarşı çox tələbkar olur. Məqsəd qoyub addım atdıqca yüksəlir, qurduğu həyat möhkəm olur, hörmət qazanır və özünü dəyərli hiss edir. Əgər özünü daim təzyiq altında saxlayırsa, hisslərini boğarsa, ruhu yorular, motivasiyası düşər və inkişafı dayanar. Əgər sənin də adında G hərfi varsa, unutma ki, sənin gücün iradəndədir. Amma xoşbəxtliyin hisslərini bölüşməyindədir.